Salam, hər vaxtınız xeyir. Birinci qruplar üçün 2004-cü ildən 2025-ci ilə qədər abituriyent jurnallarında çap olunan model testləri içərisində kimyəvi reaksiyanın təsnifatı və istilik effekti mövzusuna aid olan sualların izahlarına baxaq. Sual nömrə 1. 4 qram hidrogen yanan zaman 2 kilojol istilik ayrılmışdır. Suyun əmələ gəlmə istiliyini hesablayın. Əvvəlcə hidrogenin yanma tənliyini yazaq. H2 üstəgəl O2 əmələ gəldi H2O. Əmsallarını da yazdıq. Tənliyi biz qurduğumuza görə nə qədər istilik ayrıldığını bilmirik. Bir x kilojol əlavə edək. 4 qram hidrogen verilib. 4 qram hidrogendən ayrılan istiliyi Q ilə ifadə ediblər. Reaksiyamızda da 2 mol böl 2 hidrogen reaksiya daxil olub. Əmələ gələn istiliyi x-dən göstərmişik. X də bərabərdir. 4-lər ixtisar gedəcək. Qalacaq Q. Demək, reaksiyanın istilik effekti Q-yə bərabər oldu. Suyun əmələ gəlmə istiliyini axtarırıqsa, əmələ gələn maddənin əmələ gəlmə istiliyini tapmaq üçün reaksiyanın istilik effektini əmələ gələn maddənin, yəni suyun əmsalına bölmək lazımdır. Olacaq Q istilik effekti idi. Əmsal da 2 idisə, olacaq Q bölünsün 2, yəni C variantı. İkinci reaksiya suala baxaq. Hansı reaksiya birləşmə reaksiyası deyil? Məsələn, A variantında CO üstəgəl natrium OH, buradan HCOO natrium, qarışıq atur natrium duzu əmələ gəlir, birləşmə reaksiyasıdır. B variantında natrium 2O, əsası oksid, qüvvətli metalların əsası oksidləri su ilə reaksiya daxil olub, əsas, yəni qələvə əmələ gətirirlər. Birləşmə reaksiyasıdır. Kuprium O üstəgəl hidrogen. Hidrogen qüvvətli reduksiya edici olduğuna görə orta qüvvətli və pasiv metalları oksidlərindən reduksiya edir, yəni çıxarır. Buradan mis ayrılacaq, əmələ gələcək su. Artıq bu reaksiya birləşmə yox, əvəz etmə reaksiyasıdır. Cavab eləyəcək C variantı. D-dəki reaksiyanı da yazsaq. H-xlorun ammoniakla reaksiyası, dəqiqə. Burada yerlərini dəyişdirim. Ammoniakı birinci yazıram ki, cavabı tapmaq daha asan olsun. Ammoniak turşularla birləşir. Edir NH4 xlor. Üzrlü sayın NH4 xlor. Ammonium xlorid duz əmələ gəldi. Y variantında da yenə kalsium oksid qüvvətli metalın əsası oksididir. Su ilə reaksiya daxil olub, əsas, yəni qələvə əmələ gətirəcək. Bunların hamısı birləşmə reaksiyasıdır. Birləşmə olmayan C variantı oldu. Üçüncü misala baxaq. Hansı reaksiya tənliyindəki istilik effekti maddənin əmələ gəlmə istiliyini əks etdirir? Əmələ gəlmə istiliyin tərifi belə idi ki, 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və yaxud da udulan istilik miqdarına əmələ gəlmə istiliyi deyilirdi. Demək, 1 mol mürəkkəb maddə əmələ gəlməlidir və bəsit maddələrdən əmələ gəlməlidir. Məsələn, A variantında uyğun cavab var. B-də 2 mürəkkəb maddə əmələ gəlib olmaz. D-də 2 mürəkkəb maddə əmələ gəlib olmaz. C və Y variantları dediyimiz şərtə uyğundur. Yalnız Y və C variantında əmələ gələn maddənin əmsalı 2 mol olduğuna görə əmələ gəlmə istiliyi 2 böl 2 olacaq. Amma istilik effekti 2-dür. Burada istilik effekti və əmələ gəlmə eyni qiymət olmadı. Eyni C variantında da əmələ gələn maddənin əmsalı 2 olduğuna görə əmələ gəlmə istiliyi 2 böl 2-yə bərabər olacaq. Yəni əmsala bölürük. Amma A variantında C üstə gəlinsin O2, əmələ gəlib CO2 üstə gəlinsin Q. Əmələ gələn maddəmizin əmsalı 1 olduğuna görə elə əmələ gəlmə istiliyi, bax Q-nün özündən, yəni Q bölünsün 1-ə bərabərdir. Bizdən də bunu tələb edirdilər. Demək, istilik effekti maddənin əmələ gəlmə istiliyinə bərabər oldu. Q və əmələ gəlmə eyni qiymət aldı. Cavab oldu A variantı. Dördüncü misal. 2 mol hidrogen üstəgəl oksigen əmələ gəlib 2 mol su. Demək, hidrogen qaz halında, oksigen qaz, su maye halında
üstə gəlinsin 572 kilojoule. Termokimyəvi tənliyi üçün hansı kəmiyyətlər bir-birinə bərabərdir? 1. Suyun əmələ gəlmə istiliyi. Demək, əmələ gəlmə suyu axtarırıqsa, reaksiya istilik effektini 572-ni suyun əmsalına bölürük. 2-yə bölürük, eləyir 286. İkinci, reaksiya istilik effekti. Reaksiya istilik effekti Q elə 572-yə bərabərdir. Üçüncü, hidrogenin yanma istiliyi. Yanma istiliyi hidrogeni axtarırıqsa, yenə istilik effektini 572-ni bölürük hidrogenin əmsalına, yəni 2-yə. Bu da 286 eləyəcək. Dördüncüsü, suyun parçalanma reaksiyasının istilik effekti. Suyun parçalanma reaksiyası deyəndə, yuxarıda gördüyümüz tənliyi əks tərəfin, yəni dönən tərəfin var. Suyun parçalanma tənliyini yazırıq. Reaksiya istiqamətini dəyişdiyimizə görə istilik effektinin işarəsi dəyişəcək, olacaq mənfi 572 kilojoule. Burada bir-birinə bərabər olan kəmiyyətlər suyun əmələ gəlməsi ilə hidrogenin yanma istiliyi oldu. Hər ikisi 286-ya bərabər oldu. 1 və 3. Cavab olur C variantı. Nömrə 5. Karbon və 4 mol kükürddən ibarət qarışığın yanmasından 2000 kilojoule istilik ayrılmışdır. Demək, karbon və kükürdü yandırırıq. Karbon üstə gəlinsin oksigen, əmələ gəlir CO2. S üstə gəlinsin oksigen, əmələ gəlir SO2. Karbon və 4 mol kükürd. Kükürdün 4 mol olduğunu bilirik, karbonun neçə mol olduğunu bilmirik. Cəmi 2000 kilojoule istilik ayrılıb. İkisindən birlikdə. 2000 kilojoule. Qarışıqda neçə mol karbon olmuşdur? Yazdım x mol. Cədvəldə CO2-nin əmələ gəlməsi 400 verilib. Burada əmələ gələn CO2 1 mol olduğuna görə elə istilik effekti 400-ə bərabər olacaq. Çünki 1-ə böləndə, əmsalına böləndə 400 qalacaq. İkinci reaksiyamızda da SO2-nin əmələ gəlməsi 300 kilojoule verilibsə, əmsalı da 1 olduğuna görə elə istilik effekti də 300 kilojoule olacaq. Burada bizdə kükürdün mol miqdarı var deyə 4 moldan ayrılan istilik tapsaq, x. 1 moldan da ayrılan istilik 300-dürsə, indi burada x yazmayaq, yuxarıda x var, y yazaq. Y olacaq 4 vurulsun 300, yəni 1200 kilojoule ikinci reaksiyaya düşən istilik oldu. Cəmi 2000 istilik ayrılıbsa, 2000-dən də 1200 çıxsaq, yerdə qalır 800 kilojoule istilik. Bu da birinci reaksiyamıza düşən istilikdirsə, tənasib qursaq, buradan x taparıq. 1 moldan da əmələ gəlir 400. Onda x də bərabər olacaq 2 mol. Deməli, qarışıqda karbon 2 mol imiş, B variantı. Nömrə 6. Çevrilmələr verilib. Su maye halından buxara keçib. Su maye halından keçib, su buxar halına istilik effektini göstəriblər Q1 ilə. Sonra su buxar halından keçib maye halına. Burada verir istilik effektin Q2 ilə. Bir də su maye halından keçib su bərkala. Q3. İstilik effektlər arasında münasibəti, hansı münasibətlər doğrudur? Yəni, bunun üçün belə bir sxemə baxaq. Danışmışdı o dərslərin içərisində. Su bərkalından çevrilə bilər su maye halına, çevrilə bilər su buxar halına. Bu istiqamətdə maddə qızır. Bərkdən maye, mayədən buxara maddə qızırsa, onun entalpiyası, daxil enerjisinin dəyişməsi artır. Amma Q isə azalır. Geri qayıtsaq isə, buxardan maye, mayədən bəlkə maddə soyuyur. Maddənin soyuması
entalpiyasının azalması, Q-nün isə çoxalması deməkdir. Bizə birinci sxemdə mayədən, baxın, mayədən buxar verilib. Mayədən buxar, bax, bu istiqamətdir. Mayədən buxara gedən Q sıfırdan böyükdür. Yəni, Q1 böyükdür sıfırdan. Özür istəyirəm, kiçikdir. Q1 sıfırdan kiçikdir. Bax, mayədən buxara keçən istiqaməti Q sıfırdan kiçik idi. Buxardan mayə keçən istiqaməti isə, bax, buxardan mayə geri qaydan istiqamətdir. Burada isə Q sıfırdan böyükdür. Yəni, Q2 sıfırdan böyükdür. Bir də mayədən bərkə keçən istiqamət. Bunları silək. Mayədən bərkə keçən istiqamət də, bax, bu istiqamətdirsə, bunu ən yaxşı yuxarıda göstərək. Mayədən bərkə keçən istiqamətdə Q sıfırdan böyükdür. Belə təsəxləyə bilərik. Su qızırsa Q sıfırdan kiçikdir, yəni buxara tərəf gedir. Su soyuyursa Q sıfırdan böyükdür. Çünki maddə soyuyanda istini ətrafa verir və eksotermik reaksiya baş verir, eksotermik proses baş verir. Hansılar doğrudur? Q1 çıx Q2. Q1 mənfi qiymətli, Q2 müsbət qiymətli. Mənfidən müsbət çıxanda mənfi alınır. Ona görə 1 doğrudur. Eyni şeyi 2 də səhv ediblər, bunu çıxaq. Q3 çıx Q1. Q3 müsbət qiymətli, Q1 mənfidir. Müsbətdə mənfi çıxanda müsbət qalmalıdır. Demək, 3 də doğru cavabdırsa, cavab olur 1, 3. Hansı doğrudur? Soruşurdu. Nömrə 7. Nə doğrudur? Reaksiya verilir. Fotosintez reaksiyasıdır. Reaksiya endotermikdir, bəli. Mənfi Q ilə göstəriblər. Doğrudur. Endotermikdir, bir düz. Glukozanın tam yanma reaksiyasının stirç effekti deyəndə reaksiyanın istiqamətini dəyişirik. Yazırıq C6H12O6. Üstə gəlinsin oksigen. Burada əmsalları yoxdur. Oksigen alt düşməlidir. 6 mol su, 6 mol karbon qaz alınır. Reaksiyanın istiqamətini dəyişmişiksə, onda bu olacaq müsbət 2840 kilojoule. Yəni, 2 də doğru cavabdır. Glukozanın tam yanma reaksiyasının entalpiyası, əgər Q müsbətə bərabərdirsə, onda entalpiyası delta H bunun mənfisinə bərabər olmalıdır. Ona görə 3 səhvdir. Reaksiya həcminin artması ilə gedir. Bura bir 4 düşməyib. Həcmin artması ilə gedib baxsaq, 6 mol karbon qazı qaz halında maddə və burada da 6 mol oksigen qazı əmələ gəlir. Bu da qaz halında maddə olduğuna görə həcm dəyişməyib. Ona görə 4 də səhvdir. Doğru olan cavab 1-2 eləyəcək C variantı. Nömrə 8. Reaksiyalardan reaksiyanın stirç effektlərini müəyyən edin. Deməli, 2 mol NO parçalanırsa əmələ gəlir N2 üstə gəlinsin O2. Bu ikinci reaksiyadır. İkinci reaksiyadır. NO-nun parçalanması, bu parçalanma reaksiyası olsa da eksotermik idi. Bu müsbət Q-dür. Yəni, Q sıfırdan böyükdür. Birinci reaksiyada isə N2, buradan əmələ gələn məhsuluna reaksiya daxil olub. Burada əmələ gələn məhsul biri N2, biri O2 isə belə çıxır ki, N2 O2 ilə reaksiya daxil olub. Bu da əmələ gətirir 2 mol NO. Bu reaksiyada birləşmə reaksiyası olsa da mənfi Q endotermik idi. Yəni, Q sıfırdan kiçik idi. Yəni, bu ikinci reaksiya, bu da 1. Üçüncü reaksiyamızda da yenə əmələ gələn Y oksigenlə reaksiya daxil olub. Demək, əmələ gələn maddələrimiz N2 və O2 idisə, oksigenlə reaksiya daxil olan yenə də N2 olacaq. N2 üstə gəl O2, bu da 2 mol NO və endotermik reaksiyada Q sıfırdan kiçikdir. Yəni, 1 ilə 3-də Q sıfırdan kiçik alındı. Yəni, cavab olacaq C variantı. Nömrə 9. Deməli, birinci reaksiyalar verilib. 2 mol metanın parçalanma təndir. Əmələ gəlib asetilen, üstə gəlinsin 3 mol hidrogen. Reaksiyanın stirç effekti mənfi 377 kilojouldur.
Bir də karbon üstə gəlinsin 2 mol hidrogen, əmələ gəlir metan. İstilik effektə verilib müsbət 75 kilojol. Asetilinin əmələ gəlmə istiliyini tapmalıyıq. Birinci reaksiyamızda. Bax, asetilinin əmələ gəlməsinə bir X qoyuruq. Hess qanunundan istifadə etməliyik. Hess qanununa görə reaksiyanın istilik effekti, yəni mənfi 377 bərabərdir. Bəsit maddələr nəzərə almırdıq. Məhsulların əmələ gəlmə istiliyindən reaksiya gələn maddələrin əmələ gəlmə istiliyini çıxmalıydıq. Yəni, X-dan çıxmalıyıq, əmələ gəlmə istiliyi metanı. Özdə metanın əmsalında 2 varsa 2-yə vurmalıyıq bunu. Metanın əmələ gəlmə istiliyini tapmaq üçün ikinci reaksiya veriblər bizə. Burada metan 1 mol əmələ gəlib, özü də bəsit maddələrdən yaranıb. 1 mol əmələ gəldiyinə görə metan ilə əmələ gəlmə istiliyi müsbət 75 kilojol bölünmüş mol olacaq. Çünki əmsalını 1-ə böləcəyik. Onda belə çıxır ki, metanın əmələ gəlmə istiliyini 75 ilə ifadə eləsək, reaksiya ifadəmizi belə yazarıq. Mənfi 377 bərabər X minus 75 vurulsun 2. X də bərabər olacaq. Mənfi 377 üstə gəlinsin. 75-də 2 vuranda keçdi sol tərəfə oldu 150. Burada qalacaq mənfi 227. Burada olacaq Y variantı. 10-cu sual. Nömrə 10. Demək, maddələr verilib, metan, su və karbon qazı əmələ gəlmə istilləri göstərilib. Reaksiyanın istilik effektini tapacağıq. Bu bildiyimiz elə Hess qanunudur. Reaksiyamız budur. Metan üstə gəlinsin 2 mol oksigen, əmələ gəlib karbon qazı 1 mol və 2 mol su üstə gəlinsin Q axtarırıq. Karbon qazı əmələ gəlmə istiliyi A verilibsə, yazıram karbon qazı üzərinə A. Su B verilibsə, üzərinə yazacağım 2B, çünki əmsalında da 2 var. Metanın əmələ gəlməsi C ilə göstərilib, bəsit maddənin əmələ gəlməsi yoxdur. Burada qaldı Q-ni tapmaq. Hess qanununa görə Q bərabərdir. Məhsulların cəmi A üstə gəlinsin 2B çıxılsın C. Dolar A variantı. 11-ci sual. Doğru ifadələri göstərin. Oksigenin daxil olduğu bütün reaksiyalarda istilik ayrılır. Bu doğru deyil. Məsələn, C üstə gəlinsin O2, əmələ gəlir CO2. Bu eksotermik reaksiyadır. Amma N2 üstə gəlinsin O2, NO alınırdı. Endotermik reaksiyadır. İstisnalardan biri. Deməli, bir doğru deyil. Oksigen daxil olan bütün reaksiyalarda istilik ayrılmır. Bu səhvdir. Bütün yanma reaksiyasında bəli, istilik ayrılır. Yanma deyilirsə, ətrafı istilik ayrılmalıdır. Bu doğrudur. Bu yazdığımız reaksiyada yanma deyildir. Bu şimşək çaxanda baş verən reaksiyaydı. 2 doğrudur. Bütün birləşmə reaksiyalarında istilik ayrılır. Bu da səhvdir. Çünki elə açıq aydın burada görsənir. Bu reaksiya birləşmə reaksiyası olsa da istilik udulub. Ona görə 3 səhvdir. Reaksiyada istilik ayrıldıqda delta H mənfi qiymət alır. Bəli. Q ilə delta H bir-birinin əksi qiymət alırdılar. İstilik ayrılanda Q müsbət olanda delta H da mənfi olurdu. Deməli, istilik ayrıldı, delta H mənfi qiymət alacaq. Bu da doğru cavabdır. Olacaq doğrumuz 2, 4, D variantı. Nömrə 12. 2AB üstə gəlinsin B2, 2AB2 reaksiyası verilib. Üstə gəlinsin istilik effekti 500 kilojol. AB-nin əmələ gəlmə istiliyi X-dir. Onda buraya yazaram üzərinə 2X. Çünki əmsalında 2 var. AB2-nin əmələ gəlməsi 400-dürsə, olacaq 2 vurulsun 400. Bəsit maddənin əmələ gəlmə istiliyi yoxdur, yəni B maddəsinin. X-i hesablayın. İstilik effektimizin qiyməti 500 burada verilib. Hess qanununa görə 500 bərabərdir. Sağdakıların əmələ gəlmə istiliyinin cəmi. 2-ni vurdum 400 oldu. 800 çıxılsın 2X. 2X də bərabər olacaq. Keçəndə bir tərəf olacaq 300. X də eləyər 150.
Nömrə 13. Demək, su bərk halda əmələ gəlmə istiliyi verilib. Q əmələ gəlmə su bərk halda. Müsbət 292 kilojul bölünmüş mol. Sonra Q əmələ gəlmə su maye halında verilib. Müsbət 286. Bir də Q əmələ gəlmə su yəqin ki qaz halında. Bu da verilib. Müsbət 242. Əmələ gəlmə istiliklər əsasən proseslərin istilik effektlərini hesablayın. 1. Mayedən bərkə keçən, qısa yazıram, mayedən bərkə keçəndə. Bərkin istilik effekt əmələ gəlməsi 292 idi. 292, mayedə isə 286 idi. Hess qanuna görə Q bərabərdir, məhsuldan çıxırdıq reaksiya girəni. 292 çıxılsın 286, bu da eləcək 6. Sonra ikinci reaksiyamız. Qazdan bərkə. Qaz, bir dəfə yazdım buradan bərk. Yəni, bərkdə nə qədər idi? 292. Qazda isə 242. Onda yenə Q bərabərdir. 292-dən çıxacam 242-nə qalacaq 50. 3-də deməli, mayedən qaza verilib. Mayedən qaza. Qaz 242-dir. Maye isə 286-dır. Da yenə Q bərabərdir. 242-dən çıxacaq 286-nı bu mənfi 44 eləyəcək. Demək, 6, 50, mənfi 44 cavabını axtarırıq. Yəni D variantı. Nömrə 14. Maddələrin əmələ gəlmə istilikləri verilib. SH5OH-ın yanma istiliyini hesablayın. Əvvəlcə SH5OH-ın yanma tənliyini yazaq. SH5OH üstə gəlinsin oksigen. Əmələ gəldi karbon qazı və su. Üstə gəlsin burada bir Q yazaq. Əmsallaşdıracaq 2 karbon CO2-yə yazdıq. 6 hidrogen varsa 3 suya yazdıq. Sağda 7 oksigen yarandı. Biri burada varsa yazaram bura 3. 2-nin 6 da 1, 7. Yaxında yazaq. Tənliyi əmsallaşdırdıq. CO2-nin əmələ gəlmə istiliyi 400-dür. Yazdım üzərindən. Demək, 2 vurulsun 400. Əmsalını nəzərə alırdıq. Su 242-dir. Yəni 3 vurulsun 242. SH5OH 278-də əmsalda yoxdur. Yanma istiliyini tapın. Burada SH5OH-ın əmsalı 1 olduğuna görə elə yanma istiliyi Q-yə bərabər olacaq. Ona görə biz bir dəfə Q-nü tapsaq, elə buna biz yanma istiliyi deyə bilərik. Hess qanununa istifadə edirik. Deməli, 3 vurulsun 242 üstə gəlinsin 2 vur 400. Çıxılsın 278. 3-ü 242-yə vursaq, 3 2-nin 6, 3 4-ün 12, 3 2-nin 6 da 7. Üstdən gəlsək 800-ü, 6, 2, 15, çıxsaq 278-i. 6-dan 8 çıxanda 8, 4, burada qaldı 14, 14-dən 2 çıxanda qaldı 12, 1248. Cavab olacaq A variantı. Nömrə 15. Reaksiyalar verilib. Deyir ki, yanma istiliyi Q bölünsün 2. 2-də 1 Q olsun. Yəni, yanan maddənin əmsalı 2 olsun. Bu karbohidrogenləri yanma tənliyinin hamısını əmsallaşdırmağa ehtiyac yoxdur. Yadda saxlayırıq. Hidrogenin sayına baxırıq. Hidrogenin sayının yarısı tək rəqəm olarsa, onun yarısı tək rəqəmdir, 2-dir. Onda əmsallaşdırmada bura bu 2 düşməlidir. Burada Q bölünsün 2 alınacaq. Çünki əmsalında 2 var.
12 cüt rəqəmdirsə bu əmsalına 1 düşəcək. Elə bu 2 qalacaq. 6-nın 12-nin yarısı yəni cüt rəqəmdir. 3-də 6-nın yarısı 3 tək rəqəmdirsə bura 1-2 düşəcək əmsallaşmada. Onda bunda da yanma 2/2 olacaq. 8-in yarısı cüt rəqəmdirsə bura 1 düşəcək əmsallaşmada. Elə bu 2 kimi qalacaq. Demək 2 bölünsün 2 1-dən 3-də olacaq. Yəni B variantı olacaq. Qısa belə həll edə bilərdik. 16-cı sual. Cooper metodu məhuluna dəmir lövhə daxil etdikdə çalışın dəmir həmişə birinci yazın bəsit maddəni. Üstəgəl Cooper metodu 4, əmələ gələcək ferrim SO4, üstəgəlsin mis. Lövhənin kütləsi 2 qram artmışdır. Biz belə misalları danışmışdıq. Əmələ gələn metalın nisbi atom kütləsindən reaksiya girən metalın nisbi atom kütləsini çıxırıq. Burada qalır 8. Bu artımı göstərir. Müsbət alındığına görə. Yəni 1 mol dəmir reaksiya keçsə 8 qram artım yaranacaq. Ya da ki 1 mol mis alınsa 8 qram artım yaranacaq. Demək biz tapdıq 8 qram artım. Məsələn şərtində mı veriblər 2 qram artım. Neçə qram mis ayrılar? 8 qram artım olanda mis 64 ayrılmışdısa 2 qrama da x ayrılacaq. X də bərabər 4 dəfə az 14 qram yox. 14 yox. 16 qram eləyəcək. Yəni Y variantı. Nömrə 17. Dəyişmə reaksiyasını göstərin. Dəyişmə reaksiyası 2 mürəkkəb maddə arasında baş verirsə, sink bəsid, maqnezium bəsid bunlar olmaz. Y variantında amonyak turşularla birləşib NH4 xlor, ammonium duzları yaradır. Bu da birləşmədir, olmaz. Qalır D variantı. D-nin cavabı olacaq demək, natrium 2S O4 üstə gəlinsin su. 2 mürəkkəb maddədən 2 mürəkkəb maddəminə gələcək. Nömrə 18. 4 qram kükürdün tam yanmasından 36 kilocu istiliyi ayrılmışdır. Hansı termokimyəvi reaksiya tənliyi doğrudur? Burada reaksiyalar hamısında 1 mol kükürt reaksiya daxil olub deyə kükürdün ilə 1 molunu 32 qram götürək. Bizə deyir ki 4 qramı yananda 36 kilojol istiliyi ayrılıb. Tənasüb qıraq. 4 qramı yananda 36 kilojol istiliyi ayrılıbsa 32-də x ayrılar. X də bərabər 4-ün 32 getsə qalar 8, 8-i vuracaq 36-ya. 8 6-nın 48, 4 yadda. 8 üçün 24, o da 4, 28. Yəni, cavab D variantı eləyəcək. Nömrə 19. Azot 2 oksidin əmələ gəlmə istiliyi -90 kilojol bölünmüş moldur. Azot 2 oksid NO yazılır. Əmələ gəlməsindən söhbət gedirsə, bu bəsit maddələrdən əmələ gəlməlidir. Əmsal da oldu 2. Əmələ gəlmə istili -90-dırsa, onda istilik effekti -180 kilojol olmalıdır ki, 182-yə böləndə -90 alınsın. 11,2 azot verilib. 11,2 azot, reaksiya girəndə 22,4. Azotun azot 2 oksidə qədər oksidləşməsi zamanı udulan istilik miqdarını tapın. 11,2-də udulan istilik x olsun. Burada udulan istilik olacaq 180. İxtisar getsə aşağıda qaldı 2. 2x bərabər 180, x eləyəcək 90 kilojol udulan istilik miqdarı. Yəni D variantı. Nömrə 20. Hidrogenin yanma tənliyi verilib. 2 mol hidrogen üstəgəl oksigen, əmələ gəlib 2 mol su, üstəgəl 572 kilojol. Hidrogenin həcm payı 44,8% olan hidrogen və karbon qazından ibarət. Hidrogen və karbon qazından ibarət 200 litr qaz qarışığını. Qarışığımız 200 litrdir. Bunun içərisində hidrogen 44,8%-dir. Yanmasından neçə kilojol istilik ayrılar? Yaza buraya x kilojol, aşağıda olsun 572, hidrogen də 2 vurulsun 22,4. İndi qalıb bu qarışıqda
hidrogenin həcmini tapmaq. Demək, hidrogen həcmi də bərabərdir qarışığın 44,8%. Yəni, qarışıq nə qədər idi? 200. 200 vurur 44,8%-ə bölülü 100% edir. 89,6 litr yazırıq hidrogen üzərindən reaksiyamızda. Və tənasüb əmələ gəlir. 44,8-dən 89,6 gəlsə yuxarıda 2 qalacaq. X də bərabər 2-ni vuracaq 572. Bu 1144 eləməli idi. Nömrə 21. Kütlənin zamanından asılı olaraq dəyişməsi göstərilib. Kütlələr tamamilə yox, qismən azalıb. Azalma baş veribsə, bu təbii ki, parçalanma reaksiyası olmalıdır. Y birləşmədə olmaz, S birləşmədə olmaz, A da birləşmədə olmaz. Qaldı B ilə D variantı. B variantında karbon qazı ayrılıb gedəndə kalsium oksid qalacaq. Yəni kütlə bir qədər azalacaq. Bu doğru cavabdır. D variantında H bromda qazdır, amonyak da qazdır deyə bu reaksiyada qrafik bax belə olmalı, sıfıra düşməlidir. Çünki yerdə heç bir bərk maddə qalmayıb, onun üçün cavab qalır B variantı. Nömrə 22. Uyğunluğu müəyyən edin, deməli. A variantının reaksiyasını yazsaq. Mis üstə gəlinsin H xlor. Mis metalların sırasında hidrogenden sonradır. Bu reaksiya baş verməz. Demək, A heç birinə aid olmayacaq ümumiyyətlə. B variantında suyu elektrik cəryanı ilə parçaladıq. H2 üstə gəlinsin O2. Burada yalnız bəsit maddələr əmələ gəldi. Onda bir aid olacaq B. C variantında kalium NO3-ün parçalanması, oksigen dərsində bunu öyrənəcəyik. Kalium NO3 üstə gəlinsin O2. Bir mürəkkəb, bir də bəsit maddə əmələ gəldi. Bir mürəkkəb, bir bəsit. Yəni, həm bəsit, həm mürəkkəb C-də var. Onda bir yazdıq C. D variantında natrium 2O. Qüvvətli metal oksidi su ilə reaksiya daxil olanda əsas, yəni qələbə əmələ gətirir. Yalnız mürəkkəb maddə alınacaq. Yalnız mürəkkəb maddə alınır, onda 2 aid olacaq D. Y-də hidrogen peroksidin parçalanması. Burada su və oksigen əmələ gəlirdi. Burada həm mürəkkəb, həm də bəsit maddə əmələ gəlibsə, həm bəsit, həm mürəkkəb, onda Y-də 3 aid olacaq. 1, B, 2, D, 3, C və Y alınacaq. Nömrə 22. Etilen və asetilin verilib, tam yanma reaksiyasının istilik effektləri göstərilib, istilik törətmə qabiliyyəti axtarırıq. Etilenin yanma tənliyini yazsaq, C2H4 üstə gəlinsin oksigen, əmələ gələcək CO2 və su. Hidrogenin isə, bax, buna qabaq belə bir misalımız var idi, bunu göstərim, haradaydı, bax, bu 15-ci misalda. Deyədə hidrogenin yarısı 4-ün yarısı 2 cüt rəqəmdir deyə, əmsalı bura 1 düşür. Onda bura bir 2 düşəcək karbona sayına görə, suya da 2 düşəcək, oksigen deyiləcək 3. Bizə deyir ki, istilik effekti 1400-dür. Elə burada maddən əmsal 1 olduğuna görə istilik effekti yaza bilərəm bura 1400-ün özünü. Heç biri olmasa belə, yəni 1400 yazardıq. Bu əhəmiyyəti yoxdur. Bu doğru. Asetileni yandırsaq, bax, C2H2 üstə gəlinsin O2. Burada hidrogenin yarısı 1, tək rəqəmdir. Tək rəqəm olduğuna görə əmsala 2 düşməlidir. Bunu tam əmsallaşdırmadan da həll edə bilərdim. Mən yenə bir dəfə dediyim əmsallarla bərabər reaksiyaya da baxaq. Deməli, 4 karbon varsa bura 4 düşəcək, 4 hidrogen varsa 2, 10 oksigen yarandı, bura 5. Üstə gəl, bu da oldu 2600 kilojol. İstilik törətmə qabiliyyəti 1 kiloqramın verdiyi istiliyidir. Məsələn, etilen üçün hesablasaq, 1 kiloqram 1000 qramdır. 1000 qramın verdiyi istilik x kilojol olsun. Reaksiyamızda 1 mol etilen reaksiya gelir. 1 mol etilende 28 qramdır. 28 qramın yaratdığı istilik 1400'dür.
Buradan x bərabərdir. Yuxarıda yazıram, qırmızı ilə yazım, fərqlənsin. X bərabərdir. Deməli, 1428-dən geçsə qalacaq 50. 50-ni 1000-ə vursam olacaq 50.000. Belə. İndi asetilin üçün hesablasaq, C2H2 üçün. Yenə istilik törətmə qabiliyyəti 1000 qram, yəni 1 kilogramın verdiyi istilikdirsə, bura bir Y yazsaq, Y kilojol. Burada reaksiya edən asetilimiz 2 moldur. Yəni 2 vurulsun 26, 52 qram edir. 52 qram yaratdığı istilikdə burada 2600 edir reaksiyamızda. Və buradan da Y bərabərdir. 52, 26-nə gəlsə qalır 50. Bu da elə 50.000 edir. Deməli, Y də 50.000 oldu, X də 50.000 oldu. Bizə X-in Y-ə nisbətin arasındakı münasibəti soruşursa, mən X Y-ə bərabər imiş. Y variantı. 24-cü sual. 200 milli, yəni V. Bunu bir dəfəli yazırım, 0.2 litr. 5 molyar, yəni C. Məhlullar dərsində bunu öyrənəcəksiniz. V varsa, C varsa, molyar qatılıq C bərabər nü bölünsün V düsturumuz var idi. Burada nü tapsaq, C-ni V-yə vursaq. 5-i 0.2 vursam, 5 vur 0.2 eləyəcək 1. Deməli, 1 mol xloro turşusumuz var imiş. Turşunun XOH-yə tam neytrallaşmasından xloro turşusu üstə gəlinsin XOH2. Tam neytrallaşmaq turşudakı hidrogenlə əsasdakı OH-ın sayı bərabər olsun deməkdir. 2 OH varsa ona bura bir 2 yazmalıyıq. Əmələ gələcək X xlor 2. X-dən xlor birləşdi. Xlorun da molu 2 idi. Üstə gəlinsin. H-dan da OH birləşəcək. Hərəsi 2 moldursa 2 mol su əmələ gələcək. Reaksiyamızı qurduq. Neytrallaşma reaksiyasında 60 kilojul istiliyi ayrılırsa, reaksiya istilik effektini tapın. Reaksiya istilik effektinə bir bir plus Q yazaq. Q. Bizə deyir ki, şərtimizdə bu 1 mol tapmışdıq. Burada 1 mol tapmışdıq. Özü isə 2 moldur. 2 moldan ayrılan istilik Q-dür. 1 moldan ayrılan istilik də 60 kilojolu veriblər burada. Q də bərabərdir. 2-nə varacaq 60-a, olacaq 120 kilojol. Müsbətlə cavab edəcək B variantı. Bu da istilik effektinin birinci qrup modelləri içərisində ən sonuncu sualı.